Salam əziz xanımlar, istədim ki, fərqli bir təqdimatla qarşınıza gəlim. Burada çaydanımız ət bağlayıb. Mən özüm təmizləmirdim ki, bu məhsulun təqdimatını sizə hazırlayam və ətləri necə çıxartdığını sizə belə deyim, göstərim. Məhsuldan bir qədər çaydanın içinə əlavə edirəm. Su doldurub qaynamağa qoyuram. Və qızlar burada belə deyim ki, artıq qaynamağa düşüb, köpüklənib məhsul. Burada da ətlərin necə çıxdığını görürsünüz, qaynaya-qaynaya ətlərin necə buraxdığını. Və burada söndürdüm ki, birazcana belə deyim, çöksün dibinə sizə göstərmək üçün. Baxın qızlar, həqiqətən də möhtəşəmdir. Ətlərə baxın. Bir damcı ərpi qalmışdı çaydanın, onu da süngər vasitəsilə yavaşca cilalayaraq çıxartdım və qab şampunumuzla yaxşı-yaxşı bir neçə dəfə yudum və bu da nəticə. Həqiqətən də məhsulumuz möhtəşəmdir.